Değerli həmkarlar, bugün sizlərin qarşısına MİQ və sertifikasiya imtahanında müəllimlərin ən çox səhv etdiyi bir sualın izahını verirəm. Değerli müəllimlər, suala diqqətlə qulaq asaq. Dərs zamanı deyir şagird yoldaşının təqdimatını dinləyərkən qeydlər aparır. Təqdimat bitdikdən sonra isə yoldaşına natiqlik bacarığını daha da inkişaf etdirməsi üçün etik qaydalar çərçivəsində konstruktiv təkliflər verilir. Verilmiş situasiyada şagird hansı fəaliyyətin növünü və hansı təfəkkür növünü nümayiş etdirir? Situasiyaya diqqətlə baxırıq. Birinci, situasiyada cümlələri bir-bir təhlil edirik. Nə istədiyini başa düşürük. Ona görə cavabımızı tapırıq. Deməli, baxırıq birinci cümləyə. Dərs zamanı şagird yoldaşının təqdimatını dinləyərkən. Demək ki, yoldaşının təqdimatını dinləmək bacarığı var şagirddə. Dinləyir. Dinləmək mədəniyyəti var şagirdimizdə. Buna görə də bax, bu bizim açar sözümüzdür. Dinləmək nədir? Hansı fəaliyyət növünün açar sözüdür? Ünsiyyətin. Ünsiyyət səriştəsinin, ünsiyyət qabiliyyətinin, ünsiyyət bacarığının açar sözüdür və qeydlərini götürür. Qeyd apardığını görürük. Diqqətlə dinlədiyini və qeyd apardığını görürük. Düzdürmü? Təqdimat bitdikdən sonra isə yoldaşına natiqlik bacarığını daha da inkişaf etdirməsi üçün etik qaydalar çərçivəsində konstruktiv təkliflər verir. Etik qaydada, ha. Baxın, bu ünsiyyət səriştəsinin olduğunu bildik. Ünsiyyət fəaliyyətini tapdıq. Və digər cümlədən baxırıq ki, şagirdimizin eyni zamanda üst səviyyəli təfəkkürü var. Yuxarı təfəkkür səviyyəsində malik olduğunu görürük. Və buradan da görürük ki, şagirddə etik qaydalar çərçivəsində düzgün təkliflər vermək, hansı təfəkkür növünün xüsusiyyəti olduğunu açıq-aşkar görə bilirik ki, bu da tənqidi təfəkkürlə bağlıdır müəllimlər. Tənqidi təfəkkürü var şagirdimizin. Və bu iki cümlədən biz analiz edib çıxardırıq ki, variantlarımıza baxırıq ki, ünsiyyət, tənqidi təfəkkür B variantımız tamamilə bizim bu situasiyamızla uyğundur. Və digərlərinə də baxsaq, baxırıq ki, heç bir uyğunluq yoxdur. Yəni bu situasiyalarda siz hər bir cümləni təhlil edin müəllimlər. Təhlil eləsəniz, əgər mövzuları da sistemli öyrənmisinizsə, əzbərləməmisinizsə, əlbəttə ki, situasiyaları tapmaq sizin üçün çox asan olacaq. Əgər siz də imtahanlarda sürprizlərlə qarşılaşmaq istəmirsinizsə, dərslərimizə qoşulmağın tam vaxtıdır. Bizim dərslərimizdə sizin mövzuları öyrənməniz təmin olunacaq. Yalnız açar məqamları əzbərləməklə yox. Həqiqətən mövzunu öyrənərək, mənimsəyərək testlər işləyəcəksiniz. Və 2026-cı ilin yeni çərçivə sənədinə uyğun ödənişli qruplarımıza qeydiyyat davam edir. Qruplarımızda müəllim sayı azdır və kiçik qruplar şəklində fəaliyyət göstəririk ki, hər bir müəllimlə fərdi məşğul ola bilək. Və tələsmədən qruplarımızda proqram tam şəkildə sizlərə öyrədilir. Elə indi MİQ yazın, direktə göndərin və yerinizi ayırın, dəyərli müəllimlər. Unutmayaq, bir şeyi unutmayaq. Uğur təsadüfi deyil. Düzgün hazırlıq nəticəsində uğur əldə olunur. Bax, bunu unutmayaq. Sağ olun, özünüzdən müğəyyət olun.